Hər birinizə salam dostlar. Bugün yeni bir videoyla qarşınızdayım. Deməli, bugünkü videoda mən binary search-ün nə olduğunu izah edəcəm. Binary search elə bil ki, verilmiş massivdə olan verilmiş bir ədədin indeksini tapmaq üçün istifadə olunur. Bu massiv bir şərt odur ki, massiv artan sırada olmalıdır. Yəni massivin elementləri artan sırada olmalıdır. Məsələn, massiv belə ola bilməz. Məsələn, belə 1, 4, 8, sonra 7 ola bilməz. Bu artan sırada olmalıdır. Yəni 1, 2, 4, 8, 10, 15, yəni bu formada olmalıdır massiv. Necə işləyir onu izah edeyim. Məsəl üçün bir dənəsini də əlavə edeyim. Deməli, verilmiş bir massivdir və biz məsəl üçün bu massivdə 15 ədədinin indeksini tapmaq istəyirik. Bunu nətər tapırıq? Deməli, birinci massivin uzunluğunu hesablayır. Eləyir 3, 4, 5, 6, 7. Massivin uzunluğu 7-dir deməli. Ortadakı ədədin indeksini hesablayır. 7 ölçülü olduğu üçün, yəni massivin uzunluğu 7 olduğu üçün ortadakı ədədin indeksi 3 olacaq. 8 ortadakı ədəddir və onun indeksi 3-dür. Sonra buna uyğun yoxlayır. Əgər bizim daxil etdiyimiz rəqəm, yəni misal üçün 15-i tapmalıyıq biz. Həmin o üçüncü element ki var, yəni ortadakı elementin indeksi 3-dür də. Həmin o ortadakı elementdən böyükdürmü, kiçikdirmi? Əgər böyükdürsə, axtarışı keçirir həmin o sağ tərəfə və bu tərəfə keçirir. Bu tərəflə yoxlayır həminki metodu. Yəni bu tərəfə baxmır. Yox, əgər kiçikdirsə, məsələn biz burada 2-ni tapmalı olsaydıq, keçəcəkdi sol tərəfə. Yəni bu tərəflə yoxlayacaqdı. Yəni bu tərəfə baxmayacaqdı. Çünki məsəl üçün mən 15-i deyirəm soruşsun, düzdür? Artan sıradadır da. Yəni ortadakı ədəd yəni 15-dən kiçikdirsə, zaten ortadakı ədədin solundakılar da yəni kiçik olacaqdı 15-dən. Ona görə sol tərəfə baxmağı məcbur deyil, ehtiyac yoxdur. Ona görə sağ tərəfə baxacaqdı. Sonra buradan da ortadakı elementi axtarıb tapmaq olacaq. Ortadakı element neçə hansıdır? 3 ölçülü olduğu üçün ortadakı olacaqdı 15 rəqəmi. Yəni bunu yeni bir massiv kimi fikirləşsək, bu tərəfə baxmasaq, bu tərəfi silirik, yeni bir massiv kimi fikirləşsək, artıq bunların içindən tapmalıdır 15 nömrəni. Əslində bu tərəfi silmirik. Yəni indeks qaytarmalıdır da. Elə bil ki, ortadakı bu hissənin ortadakı indeksi bu olacaqdır. Yəni 15-in indeksi neçə eləyir? 0, 1, 2, 3, 4, 5. Ortadakı indeksi elədi 5. Deməli buna uyğun yoxlayır. Burada da gördüyünüz kimi indeksi 5 olan element 15-dir. Həmin 15-ə də bərabər olduğu üçün avtomatik cavab olaraq 5 cavab 5 olur. Yox, əgər 10 olsaydı nə olacaqdı? Yenidən baxacağıq ki, misal üçün 10 həmin o ortadakı indeksdə olan elementdən kiçikdirmi? Bəli, kiçikdir. Gördüyünüz kimi, yəni o middle ortadakı indeks 5 olur. Həmin onu referans edən ədəd də 15-dir. Kiçik olduğu üçün keçəcəkdir bu tərəfə yenidən. İndi onu kod yazana daha yaxşı izah edəcəm. İndi keçək kod hissəsinə. Deməli, birinci biz burada nə edirik? Skanner instansını yaradaq. İndi array-i məncə statik olaraq saxlayaq. Özümüz daxil etmək ki, açıq kimi getməsin. Sadə olsun deyə birdən nə qədər ədədlər yazdım. Tap istəyirsiniz dəyişək. Belə. Sonra target əlavə edək. İndi burada biz metod da yaza bilərik. Ya da ki, elə birbaşa main metodun içində yazaq. Deməli, left tapalıyıq. Left nədir? Onu deyəcəm indi. Left 0, right. Deməli, burada left nədir, right nədir? Left ən soldakı sərhəddir, right ən sağdakı sərhəddir. Yəni, bu aralığı yoxlayacaqdır da, elə bil ki, bu aralığa nisbətən ortadakını tapacaqdır və yaxud dediyim algoritmi yerinə yetirəcək. İndi onu izah edəcəm. Yəni, bu left ilə right onun üçün istifadə olunur. İndi burada nəyə görə ring çıxılsın bildiririk? Normal olaraq, çünki arraylər sıfırdan indeksləməyə başlayır və biz də burada sıfırdan indeksləməni təmin etmək üçün, yəni
array index out of bound exception verməsin deyə 1 çıxırıq. Məsələn, bunun uzunluğu 1, 2, 3, 4, 5, 6, 7-dir. Yəni burada 7-ci element yoxdur. Ən sonuncu element 17-dir, onun da indeksi 6-dır. 6-cı elementdir bu. Onun üçün. İndi keçdik növbəti axına. Burada while left. Bunu niyə belə yazırıq? Left right-dan kiçik bərabər olduğu müddətcə. Yəni left ilə right-ın arasındakı məsafə getdikcə azalacaqdır. Onu kod yazanda görəcəksiniz. Amma left right-dan kiçik bərabər olduğu müddətcə yoxlamalıdır bunu. Sonra int middle indeksini tapmalıdır. Middle bərabərdir. Left üstə gəlsin. Hə, indi burada niyə belə yazdıq? Middle bayaq dediyim kimi ortadakı elementin indeksini tapmaq üçün istifadə olunur. Bunu hesablamaq üçün normal olaraq, yəni 0-cı elementin indeksi, yəni başlanğıcda 0-dır, sonunda 7-dir. 0 ilə 7-nin ortası necə hesablanır? 0 üstə gəlinsin, 7 çıxılsın 0 bölünsün 2. Yəni bu cür hesablanır. Bu da eləyəcəkdir 0-ın üstə gəlirik elə bil ki 7 çıxılsın 0 eləyir 7 bölürük 12 eləyir 3,5 0 görsün 3,5 eləyir 3,5 int olduğu üçün də ortadakı element mid elə bil ki 3 olacaqdır. Yəni 0 1 2 3 yəni 8-dən başlayacaqdır yoxlamağa. İndi ondan sonra gələcək. İndi şərtləri yazaq. Yazıq if middle daha doğrusu middle indeksində olan array elementi bərabərdir target isə və salam sistem out println verir. Düz yazaq. Sonra break verir ikidir. Break. Sonra else if digər şərti yoxlayırıq. Əgər məsəl üçün middle element həmin o indeksdə olan, middle indeksində olan element targetdən kiçik olsa, burada elə bil ki, yəni məsələn bizə lazımdır 15-i tapmaq lazımdır. Burada bayaq gördüyünüz kimi dediyim kimi middle indeksi 3 oldu. Bu da 8-ci elementi göstərir. Amma fakt, yəni middle indeksində olan, yəni 3-cü indeks olan array elementi targetdən kiçikdir. Yəni 8 15-dən kiçikdir. Bunda nə edəcəkdir? Heç nə. Burada elə bil ki, left bərabər olacaq middle, daha doğrusu middle üst. Yəni ki, middle üstü 3 idi, düzdür? Yəni bayaq dediyim kimi axtardığımız element middle-dan böyük olduğu üçün artıq bu tərəfə baxmayacaqdır. Bu tərəfə baxmaması üçün, yəni bu tərəfdən etibarən başlamalıdır. Left deməli bura olmalıdır. Burdan, yəni 10-cu elementdən 17-ci elementə kimi baxmalıdır. Right buranı göstərir, yəni ən sonuncu elementi. Left də bura olmalıdır. Left bura olması üçün, yəni middle-dan sonrakı element olmalıdır. Ona görə middle üstə gəlsin 1 olur. İndi else halını yoxlayaq. Ən sonuncu hal, yəni böyük olar senator olacaq, onu göstərəcəyəm. Burada da ki, heç nə right bərabərdir middle çıxılsın 1. Nəyə görə middle çıxılsın 1 onu göstərəcəm indi. Yəni burada da ona görə olur ki, yəni misal üçün bizim axtardığımız element 2 element olarsa, 2 elementin indeksi olarsa, ortadakı element 8 olduğu üçün elə bil ki, burada görürük ki, kiçikdir. Bizim axtardığımız element ortadakı elementdən kiçikdir. Deməli, burada nə tür olacaqdır? Keçəcəkdir sağa. Daha doğrusu sola keçəcəkdir. Onun üçün də right, yəni buradan bura qədər yoxlamalıdır. 1, 2, 4 hissəsini yoxlamalıdır. Left olduğu kimi qalır, amma right elə bil ki, keçir 8-dən sola. Yəni 4-ün yerinə keçir. Onun üçün right bərabərdir middle çıxılsın 1 olur. Vəssalam. İndi buradan da təzədən bu formada gedir. İndi burada nə etməliyik ondan sonra? Burada tutaq ki, tapdıq. Sonra da system out println middle verir. Onda bir dənə bura belə yazaq. Bunu silək buradan. Burada şərtimiz əlavə elə if middle. Ola bilər ki, verdiyimiz ədəd olmasın. Əgər bu array-in içində verdiyimiz ədəd olmasa, məsəl üçün 20 daxil etsək, middle null olaraq qalacaqdır. Daha doğrusu ən yaxşısı bunu metod içində yazmaqdır. Ona görə keçək bura private static int
Bunların hamısını köçürək bura. Silim. Hə, belə. Heç nə, gördüyünüz kimi burada dediyimiz kimi bu tərəfi izah elədim. Niyə middle çıxılsın 1 olur? Sola keçməlidir. Əgər kiçikdirsə, əgər targetdən target böyükdürsə, burada keçəcəkdir sağ tərəfə. Əgər tapılmasa, yəni bu şərtlərin heç biri ödənməsə, məsəl üçün 20 daxil etsək, yəni heç vaxt bərabər olmayacaqdır. Heç vaxt bərabər olmayanda da artıq bu şərt ödənmir. Çıxır while şərtindən və keçir bu sətrə. Bu sətrə keçəndə -1 qaytarır. İndi keçək bu hissəyə. Bu hissədə bəli, əgər -1 olmasa, yəni rezultatı qaytaracaq. -1 olsa, yəni əks halda ekrana verəcək ki, number not found. Bu qədər. İndi yoxlayaq. Düz yazmışıq. Məsələn, burada 15-i tapmaq istəyiriksə, result 5. 5-ci indeksdir. Yoxlayaq. 1, 2, 3, 4, daha doğrusu 0, 1, 2, 3, 4, 5. Bəli, 5-ci. İndi misal üçün olmayan bir element yazsaq, misal üçün 20 yazsaq, number not found. İndi gəlin bunu debuga qoyub bir-bir yoxlayaq. Görək nətər işləyir. Debugda da lap başdan, daha doğrusu buradan debuga qoyanda bunun yeri olmur. Yəni input eləmək olmur. Ən yaxşısı manual yazsaq yaxşıdır. Məsələn, burada biz tapmaq istəyirik, tutaq ki, 15-i yenə. Debuga qoyuruq. Bunu seçdim. Debuga qoyuruq. İndi yoxlayırıq. Giririk bu metodun içinə. Burada göstərir, array göstərir. Bir də targeti göstərir. Left bərabərdir 0. Right bərabərdir 6. Uzunluqdan 1 çıxır. Ondan sonra left kiçikdir, right şərtini ödəyir. Bax, gördüyünüz kimi left 0-dır, right 6-dır, şərti ödəyir. True olduğu üçün girir içəri. Middle bərabərdir, left plus right çıxılsın, left bölünsün 2. Buradan da cavabı tapır, eləyir. Middle-ın dəyəri eləyir 3. Burada göstərir. Middle artıq 3 eləyir. 3-cü indeksdən başlayır. Deməli, arrı middle bərabərdir target şərtini yoxlayır. Array budur. Middle 3 olduğu üçün 3-cü element 8-dir, targetdə 15-dir. Bərabər deyil. Deməli, bu tərəfə keçəcəkdir, işləməyəcək. Bu tərəfə daxil olmayacaq. Ondan sonra burada array middle neçədir? Lap istəyirsiniz belə yoxlayaq. 8-dir. 8-dir burada. Yəni 3-cü element 8 də kiçik olduğu üçün targetdən bura daxil olacaqdır və left 1 vahid artacaqdır. Gördüyünüz kimi left 1 vahid artdı. Artıq burada left oldu 4, right oldu 6. Deməli 4 ilə 6-cı elementlərini yoxlayacaq. Və bu ikisini yoxlayacaq. Və bununla bunun arasını yoxlayacaqdır. Sonra təzədən keçir bura. Left kiçik bərabərdir right true olur. Sonra təzədən middle hesablayır. Middle bərabər olur 4 üstə gəlinsin 6 çıx 4 bölü 2 eləyir 5. Middle burada gördüyünüz kimi oldu 5. Sonra təzədən yoxlayır. Middle 5-dir. 5-ci element 0, 1, 2, 3, 4, 5. Burada 5-ci element 15-dir. 15 15-ə bərabər olur. Artıq middle-ın içinə daxil olur. Sonradan return edir və davamı da belə. Rezultatı ekrana verir və proqram bitir. İndi gəlin başqa bir rəqəmi yoxlayaq. Misal üçün 15 yoxlamayaq, 2 yoxlayaq. Left tərəfə keçdiyinə yoxlayaq bu. Səhvdir. Yenidən debuga qoyuruq və yoxlayırıq. Deməli, burada yenə həmişəki kimi left-i, right-ı tapır, middle-ı hesablayır. Middle yenə burada olacaqdır. Middle oldu 3 və yoxlayır.
8. Yəni üçüncü element 8-dir. 8 bərabər deyil. 8 2-dən kiçikdə deyil. Target 2 olduğu üçün bunu da keçir və else halına. Yəni 8 kiçik böyükdür 2 olduğu üçün burada right bərabərdir. Middle çıxılsın 1 olur. Və bəli, onun kimi də yoxlayır. Deməli right bərabər olur, middle çıxılsın 1. Artıq burada right bərabər olur neçəyə? 2-yə. Yəni 0, 1, 2. Yəni bunları yoxlayır. 3 buydu. 3-dən çıxır 1-i və bunlara bərabər edir. Yəni yenidən yoxlayır. Middle bərabər olur burada neçəyə? 1-ə bərabər olur. Artıq yoxlayır. Birinci element 2-dir, target də 2-dir. Bərabər olduğu üçün middle return edəcəkdir və ekrana verəcəkdir. Və gördüyünüz kimi result 1 olur. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolara qaçmamaq üçün kanala abunə olmağı və dəstək olmağı unutmayın.